Değerli izləyicilər, bugün biz Kim Universitetinin Kəriz Cərrahi Klinikasında düyünlü ur olan diaqnozu ilə bizə müraciət etmiş pasiyenti əməliyyat edirik. Əməliyyatdan öncə qısaca pasiyent haqqında məlumatları verim. Pasiyent endokrinoloq tərəfindən müayinə olunmuş və endokrinoloqun müayinə zamanı qalxanvari vəzin istus nahiyəsində bir düyün aşkarlanmışdır və düyün biopsiya yönləndirilmişdir. Biopsiya etdik və biopsiya nəticəsi şübhə gəldi. Bədbəxt hadisəli şübhə gəldiyi üçün əməliyyat qərarı verildi. Çünki düyün ölçüsü də böyükdür, 2.4 cm-dir. Və indi isə biz əməliyyata hazırlaşırıq və əməliyyat icra olunacaq bizim neuromonitor, sinir cihazı, səs cihazı dediyimiz bir cihaz vasitəsilə icra olunur. İstərdim aparat haqqında da məlumat verək. Əməliyyat hazırda hər şey. Və xəstə bütün göstəriciləri monitorda nəzarət olunur və aparat, səs cihazı qoşulub xəstəyə. Burada əsasən səs cihazında xüsusi trubkaları olur, boruları olur. Həmən borular səs telinin arasında yerləşdirilir və yerləşdirdikdən sonra isə biz aparat vasitəsilə onun yerində olub olmamağını müəyyən edirik. Yəni hal-hazırda biz o prosedurları icra etmişik və trubka səs telləri arasındadır, mütləq səs teli arasında olmalıdır. Və birazdan əməliyyat başlanılır. O haqqında, əməliyyatın girişi haqqında da çalışacağım, sizə məlumat verim. Və bir təcrübəli tibb qardaşımızdır, Fərhad bəydir. O da bizim əməliyyatlarda həmişə iştirak edir və bizə çox yardımcı olur. İkinci asistentimiz isə, yoxsa birinci asistent olacaq, Mümin Aytaç doktor, bizim rezidentimizdir. Artıq əməliyyatımız davam edir, əməliyyata başlamışıq. Biz öncə hər iki qalxanvari vəzin payının hər iki qütbündən daxil olan damarları bağladıq. Və indi isə siniri müəyyən etdik, qaydan qırtlaq siniri, sol qaydan qırtlaq sinirini. Siniri xüsusi detektor vasitəsilə rahat bir şəkildə təyin edirik, məhz buradan keçir. Həm dub-dub o sinirin səsidir, bilavasitədə monitorda göstərir. Yəni artıq biz sinirdən uzaqlaşmağa çalışırıq, çünki sinir təyin olundu. Sinir cihazı bizə imkan verir ki, biz rahat bir şəkildə siniri görərək, yəni siniri müəyyən edərək daha doğrusu və vəziyyət tam çıxartmağa nail olaq və artıq sinir üzərindən uzaqlaşdıq. Əməliyyat zamanı sinir cihazının əhəmiyyəti məhz siniri müəyyən etmək və sinirdən uzaq olmaqdır və biz bu cihaz vasitəsilə də onu təmin edə bildik. Çox sağ olun. Artıq əməliyyatımız sonlanmaq üzrədir. Demək, hər iki tərəfdə biz qaydan qırtlaq sinirini gördük və onu detektor vasitəsilə müəyyən etdik. Məhz bu sağ qaydan qırtlaq siniridir, görsənir və qeydə də alındı burada. Və onun monitorda görüntüsünü götürə bilərsiniz. Biz nə edirik burada? Bir vəz çıxmamışdan öncə baxırıq. Bu vəz çıxmamışdan öncəki görüntüdür. Artıq indi vəzi çıxardırıq. Vəz çıxmamışdan öncəki görüntü ilə vəz çıxdıqdan sonraki görüntü arasında paralellik olmalıdır. Yəni burada eniş olmamalıdır, amplituda yüksək olmalıdır. Əgər bu amplituda enirsə, demək hardasa bizim sinirin gərilmə ehtimalımız artır, sinirin dartma ehtimalımız olub ki, sinirin amplitudası enib. Amma burada normaldır. Buna da ikinciyə atın. Buradan ikinciyə. Artıq normaldır hər şey. Çox sağ olun. Bitti.